əla havadır. Bu bayram abu havasında ümid edirik ki, futbol azarkeşlərinə bayram abu havasını yaşadacaqlar. Futbol bayramının abu havasını mən nəzərdə tuturam. Hərçənd 1-ci divizyon qarşılaşması olmasına baxmayaraq, bu komandaların tarixinə nəzər salanda, heyətdəki futbolçulara nəzər salanda düşünməyə əsas var ki, ümid edirik ki, maraqlı qarşılaşma olacaq. Və bir qədər sonra maç başlayacaq. Qonaqlar ənənəvi olaraq meydan sahiblərini salamlayırlar. Mən sizə heyətləri təqdim edilməz tamaşaçılar. Moikdən başlayaq meydan sahiblərindən. Qapını Aydın Bayramov qoruyur. 2 Hüseyin İskəndərov, 13 Bayram Kərimov, 44 Tahir Əliyev, 4 Bilal Abbaszadə, 25 Qərib İbrahimov, 7 Mirkamil Əliyev, 14 Orxan Həsənov, 42 Məhsum Qəmbəlli, 11 Cavid Muxtarzadə və 10 Ruslan Nəsirli. Komandanın kapitanı Orxan Həsənov, baş məşqçisi Ramil Əliyevdir. Hakimlər briqadası İnqilab Məmmədov bugünkü oyunun baş hakimidir. Ona Azər Əsgərovla Eşad Abdullayev xətlərdə, Rövşən Rəcəbov isə 4-cü hakim kimi kömək edir. Oyunun hakim inspektoru Rüfət Əliyevdir. 1-ci divizyon oyunlarında AFFA nümayəndəsi, elə hakim inspektor bir şəxs olur. Şəmkir qapını Ruzi Qiyaslı qoruyur. 22 nömrəli forması ilə 57 Cəmil Hacıyev, 5 Ruslan Poladov, 72 Elvin Mirzəyev, 6 Məhərrəm Hüseynov, 88 İlqar Hüseynov, 8 komandanın legioneri Kodivarlı Ture Moriferi, 70 Anar Babazadə, Elməddin Hüseynzadə, 11 Fərmail Əliyev və 9 Vüsal Qarayev məhz bu heyətlə oynayacaq Şəmkir. Bir qədər sonra Şəmkirin baş məşqçisidir. Mövsümün gedişində Qəhrəman Əliyev əvəzlədi. Və bu arada maç başladı qırmızı geyimdə, ənənəvi ağ-qırmızı geyimində çıxış edən, rəngləri seçən Şəmkir, qırmızı geyimdə olan Şəmkir oyuna başlayan tərəf oldu və dərhal da hücum yaratmaq cəhdləri irəli doğru ötürməyə 11 nömrəli futbolçu Fərmail Əliyevi düşünmüşdülər. Fərmail Əliyev indi top ələ keçirir. Məhərrəm, Fərmail Əliyev, ötürməsi Tora Moriferiyə, Fərmail, yaxşı hücum təşkil edilər, yaxşı paslaşdılar Məhərrəm Hüseynov və hesab açıla bilər bu anda dediyim məqamda. Vüsal Qarayev çox əla fürsəti boşa verdi, yaralana bilmədilər. Hücumun təkrarını bir daha izləyək. Məhərrəm Hüseynovun ötürməsindən sonra ilk zərbə top qapıçı Aydın Bayramovun düz sinəsinə gəldi. Çox yaxın məsafədən təkrar zərbə vurmaq istəyərkən top ayağında saxlaya bilməyir. Düşünür Orxan Həsənov sol cinahdan hücum, sanki Moik getdikcə təşəbbüsə almağa çalışır. Ötürmə cərimə meydançasına doğru top hər kəsin başı üzərindən açdı. Topa ilk çatan Kodivarlı futbolçusu idi Şəmkirin, amma itirdilər. Tahir Əliyev çox təhlükəli mövqedə top ələ keçirmişdi. Moikin hücumu davam edir. 3-cü dalğa bu arada sol ayaqla uzaqdan birbaşa qapıya zərbə. Top qapıdan aralı keçir. Şəmkirə üst tutub. Bu arada Mirkamil Əliyev cərimə meydançasına girdi. Rəqiblərindən də yaxşı keçir. Ruzi Qiyaslı son anda müdafiəçilər topu uzaqlaşdılar. Moikin ilk təhlükəli qol vəziyyəti epizodun təkrarıdır, bir qədər əvvəlki epizodun təkrarı. Mirkamil Əliyev yaxşı ötürmüşdü, amma insaf naminə qeyd edək ki, Ruzi Qiyaslı da uzanaraq əli ilə bu ötürmənin qarşısını kəsdi. Elməddin Hüseynzadə, Tahir Əliyev qarşısına çıxmaq istəyirdi. Ötürmə yaxşı alınır. Şəmkirin hücumu cavabı təhlükə ola bilər. Qayda pozuntusu varmı deyə baxıram mən. İnqilab Məmmədov qapıdan zərbəni göstərir. Bu rakusdan çətindir. Heç də çətin deyil. Qayda pozuntusu yox idi. İnqilab Məmmədov. Toxunuş var idi mi deyə İnqilab Məmmədov zənnimcə epizoda çox yaxın idi və haqlı, düzgün qərar verdi. Elməddin Hüseynzadə, Fərmail Əliyev. Elməddin Hüseynzadə topu yenidən Fərmailin hərəkət istiqamətini atmaq istəyirdi və qayda pozuntusu Mirkamil Əliyevin sarı vərəqəsi var idi. Bu isə o deməkdir ki, Moik azlıqda qalır. Mirkamil Əliyev ikinci sarı vərəqə. Moik rəsmilərinin etirazları var. Başa düşüləndi. Bəli, qırmızı vərəqə Mirkamil Əliyev meydanı tərk edir. Və beləcə işarə gəldi. Anar Babazadə ötürməsi cərimə meydançasına doğru uzaq küncdə Tora Moriferinin çox əla fürsəti var idi, amma istədiyi kimi vura bilmədi başla zərbəni. Dəqiqə ekranlara gəldi. İşarə gəlir. Qərib İbrahimov idi. Cərimə zərbəsini yerinə yetirən futbolçu top qapıdan aralı keçdi.
təkrarını da izlədik. Oyunun sürətinin aşağı olmasına səbəb olur və indi Şəmkir futbolçuları sürətli hücum təşkil edə bilirlər. Cərimə meydançasına ötürmə, top müdafiəçiləri açdı, amma Bəhruz Teymurov, Şəmkirin 7 nömrəsi, ikinci hissədə oyuna daxil olan futbolçu, onun cəhdi, daha bir ötürməsi uzaqlaşdırdılar. Qaydan top, İlqar Hüseynovun uzaqdan zərbəsi, insaf naminə qeyd edək ki, çox təhlükəli zərbə alınmışdı. Qapıcı Aydın Bayramov topa reaksiya göstərsə də top meydandan çıxırdı. Tapşırıqları verirlər. Həm Badr Kvaratskhelia ilə, həm də Mehman Yusuf. Yeri gəlmişkən Şəmkirin ehtiyac oyuncular skamyasında əyləşən bir ad da var. Rauf Mehdiyev, İlqar Hüseynov. 50 oyuna işarə var, amma İnqilab Məmmədov fərqli düşüncədədir. İlqar top istirdi, uzaqdan zərbə qapıya, Ruzi Qiyaslı reaksiya göstərir. Oyun demək olar ki, ikinci hissədə əsasən meydanın Moika aid hissəsində davam edir. Fərmail Əliyev. Uzaqdan zərbə, Etibar Süleymanov çox təhlükəli zərbə idi. Top qapıdan azca aralı keçir. Zərbəsində əziz tamaşaçılar. Epizodun təkrarını, zərbənin təkrarını bir daha izlədik. Aydın Bayramov qapıdan zərbə ilə oyunu öz komandasının Moikin qapısı arxasında. Sağ cinaha dəqiq ötürmə alındı. Fərmail Əliyev sağ cinaha göndərilib. Badr Kvaratskhelia ilə Fərmail Əliyevin ötürməsi çox əla fürsət var idi. Hüseyin Axundov meydandan kənara vurdu. Gəlin, təkrarı bir daha izləyək. Aydın Bayramov sadəcə müşahidə edildi. Hüseyin Axundov isə riskə girmiş lideri. Badr Kvaratskheliyası yoxdur. Bugün Ruzi Qiyaslı çıxışda az qala səhvə yol verəcəkdi. Əslində topa müdaxilə etdi, amma səhv var idi burada. Ruslan Poladov geri ötürmə Etibar Süleymanovdan. Epizodun təkrarını bu arada izlədik. Məhərrəm Hüseynov. Uzaqdan qapıya zərbə Məhərrəm Hüseynovdan sol ayağı ilə. Top qapının üstündən keçir. Ruslan Poladov özü irəlilədi. Ötürmə etmək olar, amma yox. İndi məhz ötürmə gəlir. Uzaq küncə doğru başla zərbə. Top qapı tirindən qayıdır. Qaydan topa zərbə və Rus Teymurovdan Şəmkir ən real qol vəziyyəti maçda. Çox gözəl fürsəti boşa verir Şəmkir. Əvvəl maçda səbirsizliklə, intizarla gözlədiyimiz qola yaxın olduğumuz anın təkrarı Vüsal Qarayev çox yaxşı başla zərbə vurmuşdu, amma qapı tiri bu epizodda Moiki qoldan xilas edir, əziz tamaşaçılar. Gücdən zərbəni yerinə yetirdilər, uzaq küncə. Topu sinəsi ilə saxladı Fərmail Əliyev. Qeyrət Qəmbərov zərbə mövqeyindədir. Onun zərbəsi top reaksiya göstərdi Aydın Bayramov, amma top çərçivədən aralı keçir. Bu hərəkət vaxt hesablanmış hərəkətdir, hamımız bilirik. Futbolun belə incəlikləri olur. Şəmkir bir balaca sürəti, tempi artırıb, təzyiqi artırıb. Bunu gördülər. Bütün komanda ilə Şəmkir irəlidədir. Etibar Süleymanov yerdən ötürmə. Ruslan Poladov zərbə də vurur. Qaydan topa daha bir zərbə. Qapıcı Aydın Bayramov yaxın cüzdə topa müdaxiləsi və top meydandan çıxdı. Şəmkir təzyiqi artırıb sonuncu dəqiqəyə qədəm qoyduq. Moik Şəmkir qarşılaşmasında Şəmkir səfərdə 3 xalı son saniyələrdə, son dəqiqələrdə qoparmaq niyyətindədir. Şəmkir ötən turda, əziz tamaşaçılar, öz evində Mil Muğana uduzub 0-2 və həmin o məğlubiyyətin əvəzini çıxmaq niyyətindədir. Fərmail Əliyev. Cərimə meydançasına girdi Fərmail Əliyev. Etibar Süleymanov. Etibar Süleymanovun ötürmə cəhdi alınmır, uğursuzdur. Şəmkir hücumu davam edir. Etibar Süleymanov sonuna qədər mübarizə aparırdı və maç bitdi. 5 dəqiqədən də əlavə olaraq dəqiqə yarım oynatdı İnqilab Məmmədov. Amma bu dəqiqə yarımda kifayət etmədi ki, bu maçda qol vurulsun və hesab açılsın. Maç elə başladığı kimi də başa çatır. Azlıqda qalan Moik futbolçuları mübarizliyə görə bir-birlərini təbrik edirlər. Qapısının toxunulmazlığını saxlaya bildi Moik və bir xalı azlıqda oynamasına baxmayaraq iddialı Şəmkir ilə qarşılaşmada bir xalı qopara bildi rəqibindən.